Sizə bir şey anlatmaq istəyirəm. İndi birazdan yenə dərslərim başlayacaq. Ona görə dedim həmən anlatım. Bu aralar bilirsiniz, çox uşaqların məktəbdə zorbalıqla qarşılaşırlar. Azərbaycanda da, Türkiyədə də, başqa ölkələrdə də olur, amma ən çox Azərbaycan və Türkiyədə bununla qarşılaşırıq. Mən özüm də canlı şahidi olmuşam. Ona görə bu bizim üçün bildiyiniz bir sosdur, belə deyək də. Yəni bu təhlükəli bir şeydir və bunun səbəbini çoğu insan tapa bilmir. Mən də əlimdən gələni eləyirəm ki, bir şeylər eləyim öz gücüm yetdiyi qədərilə. Sizə bir təcrübəmi anlatmaq istəyirəm. Bu çoxuna etki edəcək məncə. Hər kəs öz uşağı ilə danışacaq. Bilirəm ki, mən də Samira ilə danışdım. Türkiyədə bilirsiniz, çox məktəbdə dərs vermişəm. Bir məktəbdə dərs verirəm. Samira da o məktəbdə oxuyur. Samira'nın bir sinif yoldaşı vardı. Qızdı. Çox şirin, maşallah, ay parçası da. Bədəndə də böyük uşaqdır. Hamısından boyda böyükdür falan. Amma dəhşət zorbadır da. Bunu döyür, buna pis söz deyir. Buna bildiyiniz bütün məktəb ondan zinhara gəlib. Zinhara gəlib. Burada indi izləyənlər də, müəllimələr də hamısı bilərlər. Uşaq yəni bildiyiniz hər kəsi baba boğaza yığıb da. Heç kim də bunu durdura bilmir. Nə elirsə müəllimlər bundan çəkinir. Bu uşaq bir məndən çəkinirdi, bir də müdirlərdən birindən çox çəkinirdi. 2 nəfərdən. Yəni görəndə mənə indiyə qədər hörmətsizlik etməyib ki, edə də bilməzdi. Mənim olsa disiplinimi bilirsiniz. Nəysə bu başladı Samira'ya ilişməyə. Bir dəfə, 2 dəfə dedim Samira, sən özün həll eləməyə çalış, danış falan. Bir gün məktəbdə indi tez-tez danışmağa çalışıram. Bir gün məktəbdə dərs verirəm aşağıda. Bir də gördüm Samira qapını döyür. Yəni qapı döyülür. Samira da genəldə icazəsiz gəlməz yanıma. Eyni məktəbdə olsa da mən ona demişəm. Sən hamısı kimisən, dərsdə mənim şagirdimsən, ona görə elə bir ixtiyarın yoxdur. Keyfim istədiyində anam məktəbdədir, mən gəlim aşağı. Olmaz. Və Samira da hamısı bilir ki, uşaqlıqdan məktəbdə həmişə mənə müəllimə deyib. Heç bir zaman ana icazə verməmişəm. Nəysə, qapı döyüldü, açdım. Bir ana üçün fərqli bir şey deyə analar bilər. Samira nəfəsi dayanıb ağlamaqdan uşaq bildiyiniz uşaq gedirdi və mən başladım panikləməyə. Samira nə oldu? Samira dedi, uşaq danışa bilmir. Yanındakı padruqası dedi ki, bəs falan kəs dedi, onu tualetə kilitlədi, onu öldürmək istəyir. Mən bir anda belə bir beynim durdu. Necə yəni? Qız bunu qovur, tutub divara çırpmaq istəyir. Samira ondan qurtulur, qaçır tualetə girir. Samira da bilirsiniz ki, karatecidir. Mən də Samira'ya yasaklamışam belə şeyləri. Deyirəm ki, heç kimsəyə zorbalıq eləməyəcəksən. Əslində bunu səhv eləmişəm. Nəysə Samir qaçır tualetə girir ki, bu qapını sındırır. Məktəbin tualetinin qapısını sındırır. Heç kim bunu müəllimlər yaxınlaşa bilmir. Müəllimlər orada qorxurlar ki, müəllimlərə də vurar. Deyir ki, heç kim yaxınlaşmasın, öldürəcəm mən bunu. Sonra biri çağırır, o müdür gəlir, çağırır falan. Samira qaçır aradan, gəlir mənim yanıma. Uşaq elə bir vəziyyətdə idi. Qorxdum ki, uşağa bir şey olar. Mən o anda nəysə çıxdım yuxarı. İndi uşağa hirslənməliyəm, amma nə deyim, bu axı uşaqdır. Yaşıdım olsa, siz hər ana ata olsa tutar çırpar yerə ki, məni də bilirsiniz ki, tutub çırparım. Uşaqdır. Mən bu uşağa necə deyim? O yaşıdım da öyle, balam yaşındadır. Nəysə hirsləndim ona ki, sən nə istəyirsən də, sən denən mənə nə istəyirsən. Müəllimlər yaxınlaşdı, gördülər ki, mən çox əsəbiyəm. Bilirlər ki, mən heç kimə qarışmaram. Heç kimin sinifinə də qarışmaram. Hər kəs bilir. Amma bir şey eləyirəmsə, demək ki, əsəbləşmişəm. Həqiqətən bir səbəb vardır. Qız heç nə demədi, başını saldı aşağı. Pedaqoqam, mənim ixtisasım uşaqlar üzərinədir, böyüklər üzərinədir, amma ən çox uşaqlar üzərinədir. Baxıram, beynimin bir tərəfi baxır ki, bu uşaq belə tərbiyəsiz, danışığını bilməyən, belə çox yaramaz biri. Bir tərəfdən baxıram ki, bu uşaq necə şey ola bilər ki, başını salıb. Mən danışanda başını salır aşağı. Ay Allah, ananı atanı buraya çağıracaqsın. Nəysə, bir həftə, 2 həftə deyirəm məktəbdə müdirləri ana ata gəlmiş. Çağırtdırıram, ana ata gəlmir. Çağırtdırıram, ana ata gəlmir. Bu uşaq zorbalığa davam edir. Gördüm ki, bunun çözümü olmaz. Birinin zakolkasını qırır, birinin qələmini qırır, birinin suluğunu başına çırpır. Yəni birini pəncərədən belə eləyir ki, məktəblərdə çox var elə uşaqlar. Başqa ancaq bir məktəbə deyil, çox məktəbdə görmüşük. Ana ata gəlmir. Sonra deyir ki, uşaqlar niyə belə yaramazdır? Çağırtdırıram, zəng vururam, gəlmirlər. İş insanlarıdır. İş insanlarıdır. Uşaq məktəbdə heç kimdə çəkinirlər də, müəllimlər qorxurlar, heç kim ona işi yoxdur. Sinifdə oturuşunu görsəniz belə oturur falan, bir şey atır müəllimlərə falan, dəhşət bir uşaq. Gördüm başqa yolu yoxdur. Öz yöntəmimi istifadə eləməyə başladım. Getdim bunu bir gün icazə aldım, sinifdən çıxartdım. Dedim ki, quzum mənim, sənin
belə olmağının bir səbəbi vardır. Mənə söylə. Nəysə, xeyli uşaqla söhbət elədik, danışdım falan, anlattım buna. Məlum oldu ki, baxın, bizim yaramaz dediyimiz uşaq, məlum oldu ki, bu uşaq əvvəllər çox sakit imiş və çox kök imiş, kiloluymuş. Bunu başqa məktəbdə o qədər zorbalayıblar ki, bunu itəliyiblər, döyüblər, bu ağlayıb, gedib müəllimlərə deyib, müəllimlər işini eləyə bilməyiblər falan. Elə nələr iyrənc sözlər uşaqlar deyil və bu bir gün görür heç kim buna bir kömək eləyə bilmir. Bir gün söz verir ki, bu madam ki, bax, sözə baxım. Deyir müəllimə, mən deyir oturdum, baxdım ki, yaramaz tərbiyəsizlik eləyənlərə heç kim işini eləyə bilmir. Dedim, madam ki, tərbiyəsizlik eləyənlər həmişə qazanır, bundan sonra mən də elə eləyəcəm. Və deyir, ondan sonra heç kim mənə gücü çatmadı, deyir. Çünki dedi, ya onlar məni əzəcəkdi ki, məni onsuz da həmişə əziblər, ya da mən onları əzəcəkdim. Müəllimə dedi, zorbalıq eləyənlər həmişə qazanır, dedi. Və bunu görürəm, heç kim onları dəyişə bilmir. Əslində, hər kəs onlardan qorxur. Müəllimlər də işini eləyə bilmir, amma zorbalıq görən, döyülən uşaqlar həmişə elə döyülə-döyülə də qalır, dedi. O insanların o bezdiyi uşaq ondan sonra, yəni mənim orada işlədiyim müddətcə heç kimdən işi olmadı. Mənim işlədiyim müddətcə və Samira ilə dost oldu. Görürsüz? Yenə kimdən gəlir? Çevrədən, ailədən. Hər kəs başqasının uşağını, başqalarını günahlandırır, amma öz uşağında bir şey görmür. Mən Samiraya da dedim, sən gücün yetdiyi qədər hər kəsə hörmət. Amma görürsən artıq da son raddəyə gəlir, səndən görürsən əl çəkmirlər, sənə icazə verirəm. Çünki mən nə öz uşağımı itirmək istəyərəm, nə də başqasının uşağına zərər gəlsin istəyərəm. Videomu izləyin, paylaşın, istəyənlər paylaşsın. Çünki bu çox bildiyiniz sosdur bu. Əgər mən uşağı durdurmasaydım, Samira da bugün sabah onu görüb onun kimi olacaqdı. Görəcəkdi, zorbalar qazanır, o da elə olacaqdı. Mən həm uşağı durdurdum, həm qızımı durdurdum. Şükürlər olsun Allahın sayəsində. Sizi sevirəm, mən keçirəm dərsə, öpürəm, Allaha əmanət olun.